yaşın öz sağlamlıq qayğısı var. Bəs sağlam qalmaq üçün yaşımıza uyğun nələr etməliyik? Sağlam uşaq, sağlam ailənin, sağlam ailə isə sağlam cəmiyyətin təməlidir. Uşaqlıqdan qocalığa qədər sağlam həyatın qızıl qaydaları. Biz uşaqlarımızı nə qədər həm beyin tərəfdən, həm orqanizm, yəni ümumi orqanizmi sağlam böyütsək, bu gələcəyimizin bir uğurudur. Deməsək olmaz da. Hər vaxtınız xeyir olsun. Hər birinizi Deməsək Olmaz verilişində xoş gördük. Sizinlə mənəm Ulduz Bayram. Bazar ertəsi Deməsək Olmaz yenidən efirdədir. Söz verdiyimiz kimi 2 günlük fasilədən sonra qarşınızdayıq yenə önəmli bir mövzu ilə. Bəli, hər yaşda sağlamlıq qayğısından danışırıq. Hər yaş dövrünün həqiqətən öz sağlamlıq qayğıları var və bəzən gənclik dövründə etdiyimiz kiçik səhvlər illər sonra çox ciddi problemlərlə geri qayıdır. Bugün müxtəlif sahələrdən olan mütəxəssislərlə bu mövzunu çox maraqlı bir şəkildə müzakirə edəcəyik. Əgər sizin də bu mövzu ilə bağlı ümumiyyətlə qonaqlarımıza suallarınız varsa, fikriniz varsa 055 343 0146 qaynar xəttimizin nömrəsidir. WhatsApp-dan yazıb göndərə bilərsiniz. Mən isə istəyirəm artıq qonaqlarımı təqdim edim. Oftalmoloq Samirə Mehdiyeva, həkim qastrentoloq Ramin Bağırov, fizioterapevt və reabilitoloq Gülnar Əhmədli. Hər biriniz xoş gəlmisiniz. Artıq daimi tamaşaçılarımız sizi çox yaxşı tanıyırlar və onlar sizi görən kimi efirdə bilirlər ki, bugünkü mövzu olduqca dolu-dolu keçəcək. Həqiqətən hər yaşda sağlamlıq qayğısı çox önəmlidir. Biz bugün istəyirəm ki, uşaqlıq dövründən ahıl yaşlara qədər sağlamlığımızın qeydinə necə qalmalıyıq, bundan danışaq. Başlayaq sizdən Samirə xanım. Göz sağlamlığından danışacaq. Təbii ki, hər bir mütəxəssisimiz öz ixtisasına uyğun şəkildə ümumi də danışa bilərsiniz. Əsasən öz ixtisasınıza uyğun şəkildə suallar verəcəm. Göz sağlamlığına neçə yaşdan etibarən başlamaq lazımdır? Diqqət etməyə. Salamlayıram tamaşaçıları və sizi. Çox gözəl mövzudur. Əslində çox da maarifləndirici bir mövzudur. Əlbəttə ki, sağlamlığımızın qayğısına qalmaq çox erkən yaşlardan başlanmalıdır. Çünki erkən aşkar olunan hər hansı bir patologiya zamanında o xəstəliyin demək müayinəsi, müalicəsi, təzyiq edici demək, diaqnozu və həmən diaqnoza əsaslanıb doğru bir müalicə deməkdir. Bu da hər hansı bir xəstəliyin zamanında, vaxtında qarşısını almaq deməkdir. Ona görə mütləq şəkildə xəstəyəm deyəm, həkimə müraciət etmək lazım deyil. Kontrol müayinələrdən zamanında və vaxtında keçmək lazımdır. Yeni doğulmuş, hətta uşaqlarda belə yeni doğulubsa, pediatrlar, neonatoloqlar baxıblarsa, mütləq şəkildə ilk növbədə daha sonra demək, göz müayinəsinə göndərməkləri vacibdir. Yəni doğulduğumuz andan etibarən artıq gözlərimizi qorumağa başlamalıyıq. Bəli. Çünki çox erkən yaşlarda gözün çox ciddi patologiyalarla biz üzləşə bilirik. Hətta yeni doğulmuşlarda belə onkoloji xəstəliklərlə rastlaşırıq. Onu da rastlaşırıq. Məsələn, və yaxud da ki, katarakta diaqnozu çox insan elə bilir ki, 40 yaşın üstündə, 55-65 yaşında daha çox rast gəlinir. Amma yeni doğulmuşlarda da anadan gəlmə də katarakta növü var. Onu da zamanında aşkar etdikdən sonra mütləq şəkildə əməliyyat olunmalıdır ki, demək, biz beynimizlə əslində görürük. Yəni, optik mühitlər, gözün optik mühitləri şəffaf olmalıdır ki, göz demək, işıq şüalarını normal qəbul etsin. Optik mühitdən keçdikdən sonra həmən işıq şüaları sındıqdan sonra sinir impulsları ilə, sinir yolları vasitəsilə mərkəzi, yəni beyinə ötürülür. Orada beyində də demək, görmə mərkəzi yerləşir. Həmən mərkəz sağlam bir şəkildə həmən impulsları, sinirləri, impulsları qəbul etsin və doğru mərkəzi görmə mövcud olsun. Əgər optik mühitlərdən hər hansı birinin bulanıqlaşması baş verərsə, o zaman beyin onu doğru bir şəkildə görmür, yəni təmiz görmür. Hansı şəkildə görürsə, o şəkildə də beyin ona alışır o görməyə. Məsələn üçün, belə deyək, tutaq ki, matur katarakta deyir, yəni billur tam bulanmayıb, hissəvi bulanıbdır. Bəli.
körpədir. İndi bu körpə böyüyür, hələ şikayətini bildirmir. Ona elə gəlir ki, məsələn, bir gözündə əmələ gəlib. Elə körpə olur ki, iki gözündə də var. Məsələn, bilmir, o körpə hardan bilsin ki, siz necə görürsünüz? Ona elə gəlir ki, hər kəs elə görür. Amma müəyyən bir yaşa çatdıqda ən çox biz onu nə vaxt aşkar edirik? Əlbəttə ki, diqqətçil valideynlər olanda görürlər ki, uşaq bir əşyanı izləmədə problem yaşayır və yaxud bir göz düz izləyir, digər göz qaçır. Çəplik deyir ki, doktor. Yəni gözdə zəiflik varsa çəplik də əmələ gələ bilər. Çəplik əmələ gələ bilər. Ümumiyyətlə refraksion qüsurlar əmələ gəlir. Yaxın görmə də pozula bilər, uzaq görmə də pozula bilər. Əşyaları izləməsində də problemlər yaşaya bilər. Sonra əşyanın tanınmasında da problem yaşaya bilər. Ona görə bunlar mütləqdir. Vaxtında müayinə olunmalıdır. Müayinə zamanı zaten aşkar olunur. Bəzən olur ki, heç valideyn gözləmədiyi bir halda pasiyentə deyəndə ki, məsələn, yeni anadan gəlmə kataraktadır, inanmır. İnansız xarici ölkələrə qədər gedirlər ki, ola bilməz. Çünki həqiqətən də qulağa hər zaman elə gəlib də müəyyən bir yaşdan sonra 65, 60, 70, 71. İnsanlarda belə bir düşüncə var ki, bu daha yaşlı vaxtlarda yaranan xəstəlikdir. Daha sıx rast gəldiyimiz yaş devridir, amma körpələrdə də əmələ gəlir. Çox maraqlı bir bilgidir deyə düşünürəm, vacib bir məlumat. Ondan başqa, məsələn üçün, belə bir şey deyək, nəinki anadan gəlmə, sonradan qazanılmalar da var. Məsələn, travma nəticəsində göz yaralanıbsa, o zaman da katarakt əmələ gələ bilər. Yəni, gözün hər hansı bir hissəsinin zədələnməsi bir patologiya deməkdir, bir xəstəlik deməkdir. Mütləq şəkildə yoxlanışa getmək lazımdır. Valideynlər xüsusilə bu barədə ciddi olmalıdırlar. Mən bağırsaq sağlamlığına biz hər zaman danışırıq və həmişə fırlanıb gəlirik ora, çünki çox əlaqəsi var, hər şeylə əlaqəsi var. Ümumi sağlamlığa necə təsir edir? Bir daha istəyərdim, Ramin doktor, bu barədə danışasınız. Ümumiyyətlə, cavan yaşlarında heç kəs öz sağlamlığı haqqında düşünmür, demək olar. Bəli. Baxın, götürək ki, yeniyetmə dövrü, məktəb vaxtı olan uşaqlar, o uşaqlar qazlı sulara meyilli olurlar. Və hətta valideyn gətirir uşağı yanına ki, doktor, bunlar sinifdə bir-birindən uşaqlar bəhsə girib qazlı su içirlər və gəyirdirlər özlərini. Bəli, belə bir şeylər olur, amma onlar başa düşmürlər ki, bu cürünə gələcəkdə fəsadları var. Məsələn, deyək ki, gələcəkdə diafraqmal yırtıqlar olur, qida borusuyla mədən arası açıq qalır, reflux şikayətləri olur. Bu gəyirmələrə görə? Bəli, daimi reflux şikayətləri olur. Və bunu cavanlıqda, uşaq vaxtı elədiklərinə görə bu yaranmış olur. Amma onu heç kim başa düşmür. Bəli, bəli. Amma qaldı ki, bugünkü dövrdə hər kəs bilir ki, qida rasionunda çox konservantlar var və insanların çoxsu qida qəbulundan sonra narahatçılıqlar yaşayırlar. Burada mən sadəcə bir söz demək istəyərdim ki, əgər hansısa qidanı qəbul edəndə orqanizminiz narahat olursa, bu o demək deyil ki, sizin mədə bağırsağınız xəstədir. Sadəcə orqanizm bu qidanı qəbul etmək istəmir. Həzm edə bilmir. Yəni, mən həmişə vurğulamışam ki, dünyada elə bir insan ola bilməz ki, hər şey yeyə bilsin. Bu mümkünsüzdür. Ona görə də insan baxmalı ki, hansısa qidanı qəbul edir. Peki, həmin qida faydalı bir qidadır, yenə də ondan imtina etməlidir. Orqanizmi reaksiya verirsə, allergik reaksiya kimidir də bu da. Yəni, orqanizmdə qıcqırma, göynəmə, yandırma, yəni, faydalı qida belə bunu edə bilər də insan orqanizmi. Faydalı qida belə edə bilər. Hər bir orqanizmdə ayrı-ayrıdır. Ona görə də hansı ki bir qidanı qəbul edəndə görürsünüz ki, narahatsız, o qidanı qəbul etmir. Bəli, özünüzü müşahidə edin, biraz ayıq olmalıdır insan bu barədə və fikirləşirəm ki, bir yaşdan sonra bunu etməyə başlayırsan, amma gənc yaşlarda heç bir şəkildə nə yediyini insan bilmir, nə etdiyini bilmir. Daha çox ağlımız havada olan vaxtlardır. Yəni, mən özümü xatırlayıram 20'li yaşlarımda. Həqiqətən bu barədə çox az düşünürdüm. Halbuki mənim anam, məsələn, olduqca sağlam qidalanan, kitablar oxuyan, öz üzərində işləyən birisidir. Yenə də mən bir yaşdan sonra gəldim anamın dediklərinə. Gülnar xanım, sizin də fikirləriniz çox önəmlidir. Xüsusilə də bu insanın onurğa sütunu, əlbəttə ki, uşaq yaşlardan, erkən yaşlardan başlanır artıq onun sağlamlığı. Hansı yaşdan başlayaraq onurğa sağlamlığına diqqət eləmək lazımdır? Çox sağ olun, Ulduz xanım. Deməli, ümumiyyətlə biz dedik ki, hansı yaşdan etibarən biz hərəmiz öz sahəmizdən danışır, onurğamızın, oynaqlarımızın qeydinə qalmalıyıq. Əslində, Samira xanım dediyi kimi biz anadan doğularkən,
Yəni bunu bizim valideynlərimizin üzərinə düşür əslində. Çünki bu gün mən kifayət qədər pasiyent görürəm ki, bu çanağın çıxığının müalicə olunmaması nəticəsində bugün ağır dərəcəli koks artrozdan əziyyət çəkirlər, axsamadan əziyyət çəkirlər, bir ayağın digərindən qısa olmasından əziyyət çəkirlər. Bunun getsək biz bir tarixcəsinə, bu anadan gəlmə bu çanaq çıxığına bağlıdır ki, valideynlər başa düşmürlər. Bu necə oldu, baş verdi? Gözlə görünmür. Bugünkü analar biraz belə deyim, bilgilidirlər deyənə, çox, məsələn, bugün sizin verilişdən olsun, mən dedim, və yaxud da sosial şəbəkə üzərindən, və yaxud da özləri oxuyaraq, yəni bugün, məsələn, bir evlad dünyaya gətirirlərsə, həqiqətən analarımız kifayət qədər savadlıdırlar və onların hansı ayında belə uşağın hansı müayinələri etdirmək lazımdır, bunları bilirlər. Məsələn, ultrasəs müayinəsi lazımdır bu çanağın və yaxud da bir müddət sonra rentgen müayinəsi lazımdır. Hər kəs bu müayinələrdən keçməlidir. Əslində, bəli, bunu biz yox, bizə artıq onun ağırlaşması gəlir. Çünki biz yeni doğulmuşun bir pediatr, neonatoloqu olur və ilk dövrdə bu xəstəxana doğum evindən neonatoloq, sonra isə sahə pediatrı təqib edir və yaxud da şəxsi olaraq özünün pediatrı olur, bu təqib edir. Birazdan mən daha belə deyim də yaşlılarda, gənclərdə nələr olur onu deyəcəm, amma bu dəqiqə əsas işimiz doğulandan uşağa necə nəzarət olunmalıdır. Birinci, yeni doğulmuşun bu çanağının müayinəsi mütləq ki, bunda çox sadədir əslində. Bir valideyn hətta bunu özü də belə deyim də vizual olaraq görə bilir. Necə görünür? Sadəcə uşağı üzü üstə uzadıb, lap belə 3 günlük uşaqdır, 5 günlük uşaqdır, fərqi yoxdur. Üzü üstə uzadaraq arxadan bu sümük üzərində dizin arxasındakı büküşlərin simmetrik olmasına baxmaq lazım. Əgər bunlar simmetrikdirsə, yəni eyni belə deyim də xətt üzərindədirsə, yəni ən azından ciddi bir problem yoxdur. Əgər bunları hələ biz valideyndən gedir, valideynin müayinəsi. Sadəcə görürük ki, bunlarda bir aşağı-yuxarılıq varsa, simmetriyanın pozulması varsa, biz dərhal birinci pediatra, sonra uşaq ortopedinə müraciət olunmalıdır. Amma bunu birinci bir pediatr müayinə etməlidir. Çünki sadə bir müayinədir. Baxın, bu başlayır buradan. Qaldı ki, onurğa problemlərinə. Onurğa problemləri həmən göstərmir, təəssüf olsun. Ümumiyyətlə, onurğa problemi ilə doğulan uşaqlar olur? Bəli. Olur. Amma çox nadir xəstəliklərdir bunlar ki, uşaqlarda, onurğada anomaliyalar deyirik də, biz bunlar var və uşaq nə vaxt bunu biləcək? Uşaq ilk olaraq oturmalı. 6-7 ayından etibarən oturma və iməkləmə mərhələlərində uşaqdakı onurğa problemləri aydın görsən və yaxud da heç 6-7 ay yox, 4 ayından etibarən, 3-4 ayından etibarən uşaq başını sərbəst saxlamağa cəhd etməlidir. O demək deyil saxlamalıdır. Xeyr, hər uşaqda bir ay, belə deyim, aşağı-yuxarı bu fərqli ola bilər. Amma yavaş-yavaş başın saxlamasına baxılmalıdır. Yavaş-yavaş uşağın bəzi müayinələr var ki, təəssüf burada göstərə bilmirəm, geri atılması var da, yəni öz əzələ gücü ilə uşaq özünü geri ata bilir və ya önə ata bilir. Baxın, bunlarla biz hələ yeni doğulmuşdan, yavaş-yavaş ilk aylardan uşaqda onurğa və oynaq problemlərinin olmasını görə bilərik. Və yaxud da çox, belə deyim, gözlə görünən olur ki, ayaqda belə deyim də, deformasiyalar olur. Müxtəlif adlarla da bunlar, tibbi adını da söyləməyəcəm, çünki insanlara bu çətindir. Bunları görə bilir. Valideynlər sadəcə uşağını bir çimizdirərkən ən yaxşı müayinə budur. Simmetrik hərəkətlər edirmi, əllər, qollar və yaxud da doğuş zamanı qolda problemlər olur doğuş prosesində. Bax, bunu özləri, məsələn, ən çox rayon yerlərdə uşaqları bələyirlər. Bələkdən açan zaman görürük ki, bir qol hərəkət edir, bir qol sadəcə pasiv yanına uzanıb. Baxın, bu da bizə bir siqnaldır ki, həkimə müraciət edək. Birinci dönə-dönə deyirəm pediatra, sonra pediatrdan sonra artıq o özü sizi istiqamətləndirəcək ortopedə doğru və yaxud da fizioterapevtdə doğru. Necə, doktor, təsir edir uşağa? Bir mənalı yol verilməzdir. Olmaz? Bir mənalı olaraq olmaz. Yəni, bu günləri bizdə Ümumdünya Səhiyyə Təşkilatı bunu qadağan edir. Uşağa bələmək olmaz. Uşaq sərbəst hərəkətlər etməlidir. Olmaz. Yavaş-yavaş bizdə də bu. Yəni, bizim vaxtımızda, bizdən daha əvvəl uşaqları bəliyirdilər, hətta beşikdə uşağı necə sıx bəliyirdilər, doktor. Bəs o hansı fəsadları indi görürsünüz? Birinci odur ki, əzələ sisteminin inkişafının qarşısını alırıq. Uşaq hərəkət eləməlidir ki, ümumiyyətlə hər dəfə deyirəm mən, bir əzələ o vaxt inkişaf edəcək ki, orada hərəkət olsa, ora qan dövranı, normal qan dövranından təchiz olsun. Biz bir dənə misal çəkəcəm, gipsdən çıxan əl, gipsdən çıxan ayaq hansı formada olur?
hərəkəti gecikir, o biri qola nisbətən, Doğru, ayaq gecikir, zəifləmiş o olur. zəifləmiş olur. Hətta əzələ kütləsi az olur. Baxırıq ki, bir qolumuz əgər məsələn dirsək sığığıdırsa, 40 günlük, 2 aylıq bir şeydən, gipsdən sonra görəcək ki, bir qol digərindən daha incəlmiş olur. Atrofiyalaşır da, ya hipotrofiya sonra atrofiyalaşır əzələ. Baxın, bunları biz ilkin olaraq görə bilərik. Bir müddət var ki, artıq cavanlıq, belə deyim də, bir 18-20-dən sonra bir növ onurğa və oynaq xəstəliklərində bir remisyon dövr olur. Sakitlik dövrü olur. Yəni kimsə məsələn 20 yaşında, 25 yaşında var, o demək deyil o xəstəliklər yoxdur, var. Amma zəif inkişaf edir. Yaşlılığa doğru yenə artır. Biz birazdan inşallah mən məktəbli yaşdakılar problemlərdən belə sırası ilə gedəcək. Ona görə mən valideynləri də xüsusilə ekran qarşısına yaxın əyləşməyə çağırıram. Çünki çox önəmli mövzulardan danışırıq. Mən istəyirəm ki, elə söhbətimizin bu yerində aksiyalarımız barəsində məlumat verim və gözləyən tamaşaçılarımız üçün qeyd edim ki, həkimlərimiz nəinki Bakıda, rayonlarda da pasiyent qəbul edirlər. Neyrocərrahi Osman Qədimbəli 31 iyulda Gəncəyə gəlir. Əziz Gəncəlilər, Gəncə ətrafı rayonlarda yaşayanlar mütləq şəkildə bu aksiyadan istifadə edin və bununla yanaşı bel yırtığı və onurğa əməliyyatlarına 30% indirim var. Elə aksiyada bundan da istifadə edə bilərsiniz. 2 qol karpal olan 1 qol pulsuz və sığortada olan bütün açıq əməliyyatlar pulsuzdur həkimimizin yanında. 055 296 66 68 isə əlaqə nömrəsidir. Elə indi qeydiyyatdan keçə bilərsiniz. Zob həkimi Dr. Xaqani Həsənov 26 iyul Quba, 9 avqust Gəncə, 16 avqust Salyan, 20 avqust isə Bərdədə olacaq. Əsasən həkimimizin iş yeri Bakıdadır, yəni pasiyentləri Bakıda qəbul edir. Amma sizin üçün həm də rayonlara gəlir. Xüsusilə də 26 iyul Quba aksiyasında yerlər məhduddur. Əziz Qubalılar, bizi hazırda izləyirlərsə onları da salamlayıram. İndi heç verilişin bitməyini gözləmədən indi qeydiyyatdan keçin. Əgər zobdan əziyyət çəkirsinizsə, zəhərli zob, düyünlü zob, hamiləlikdə zob, zobdan şübhələnirsinizsə, bu şübhələrdən də qurtulmaq üçün halsızlıq, yorğunluq, əzginlik, boğulma, təng nəfəslik, səbəbsiz çəkinin artması və ya azalması, saç tökülməsi, əsəb, bundan başqa yuxu pozuntusu, sümüklərdə keymə, uyuşma, ağrılar varsa zobdan şübhələnə bilərsiniz və 050 603 81 82 həkimimizin əlaqə nömrəsidir. Elə indi yazılın, qeydiyyatdan keçin, xüsusilə də 26 iyul Quba aksiyasına elə indi yazılmağınız məsləhətdir. Bəli, aksiyalarımızda qeyd etdim, nömrəmizi də qeyd edim. 055 343 0146 bizim qaynar xəttimizin nömrəsidir. Efir boyunca da nömrəmizi görürsünüz. Mütləq mesajlarınızı yazın, onları da efir boyunca səsləndirəcəm. İndi isə istəyirəm ki, davam edək. Ümumiyyətlə, bu son dövrlərdə, son dövr uşaqlarında bu telefon, kompüter istifadəsi artıb. Yəqin ki, siz də o fərqləri görürsünüz. Doğrudan da görürsünüz, mənə maraqlıdır. Gözlərin zəifləməsinə bu telefon və kompüter istifadəsi təsir edirmi? Bir mənalı olaraq bəli təsir edir, amma belə deyim ki, biz tam onu yasaklaya bilmərik ki, planşetdən və yaxud kompüterdən, televizora baxmaqdan imtina olunsun. Çünki bütün informasiya mənbəyidir. Yəni, insanlar orada ən çox informasiya əldə etməkdən ötürü istifadə edirlər. Bəzi vətəndaşlarımız var ki, sırf onların işləri onunla əlaqəlidir. Bəs uşaqların, çünki uşaqlar axı inkişaf dövründədir, onların gözlərinə daha çox təsir eləməz bu mavi ekranlar? Təsiri tam günahlandırmaq da olmur, çünki artıq belə bir anlayış formalaşıb ki, artıq müəllimlər belə ev tapşırıqlarını telefonlara, planşetlərə ötürürlər. Xaricdə də artıq, yəni daha doğrusu Avropadan, Amerikada da bu cür sistem, elektron sistemdir. Ona görə də məcburdurlar bu uşaqlar. Yəni ki, ev tapşırıqlarını... Yəni, istərsiniz belə baxanda, üzr istəyirəm, məsələn, biz uşaq olanda da kitab oxuyurduq, davamlı. Məsələn, mən çox kitab oxuyan idim. Yəni, dərslərdən əlavə çox kitab oxuyurdum. Anam həmişə deyirdi ki, gözlərin yorulacaq. Belə bir adəti var idi, anam mənə öyrətmişdi. Deyirdi, bir müddət ki, oxudun, sonra get, bax göyə, bir neçə dəqiqə, bir 5-10 dəqiqə göyə bax, uzaq bir yerə bax, gözlərin dincəlsin, sonra gəl oxumağa davam elə. Onu da mütləq şəkildə həkim tövsiyə edibdir, yəni ki, həkimlər deyir, bu göz idmanı sayılır, müəyyən bir vaxt yaxına işlədikdən sonra, müəyyən bir vaxtdan sonra uzağa baxılmalıdır və yaxud da ki, uzağa baxdıqda bir müddət sonra yaxına baxmalıdır. Yəni, sürekli bir yerə baxmaq adəti alarsa, əlbəttə ki, akkommodasyon pozuntu meydana gəlir
Bu da mənfi müsbət dərəcələrin yaranması ilə əlaqədardır. Bu hadisələr olur. Uşaqlarda ən çox demək təhsillə bağlı olaraq oxumaq üçün, yəni ev tapşırıqlarının yerinə yetirilməsi, rəssamlığa gedirsə uşaq yenə də inanırsınız artıq rəssamlığı bilə artıq uşaqlar albom üzərində çalışmaq istəmirlər. Onu da artıq oyun halına salıb planşetdə oyun halında artıq təsvir edirlər və valideynlər də hal-hazırda bundan şikayətçidir. Amma belə bir şey var. Daha əvvəllər bəli, yaxından çox insan kitab oxuyurdu, amma bu qədər şikayət yox idi. Amma bir şey unutmayaq ki, elektronma yəni şüalanma deməkdir. Birbaşa şüa ilə təmas yaranır. Şüa neyiniyir? Şüa buynuz qışanın qurulmasına gətirib çıxarda bilir. Yəni, düzdür, bərpası mümkündür vaxtında, zamanında. Amma bizə xəstələr nə vaxt müraciət edir? Artıq buynuz qışanın müəyyən bir hissəsi zədələnib. Buynuz qışada gözün ən çox sinir lifləri ilə zəngin olunmuş bir hissəsidir. Çünki həm müdafiə funksiyasını yerinə yetirir, həm də ötürücülük qabiliyyəti var. Şüaları qəbul edir və ötürür. Ona görə buynuz qışa çox həssas bir hissəsidir gözün və buynuz qışada hər hansı bir problem olarsa, mütləq şəkildə birbaşa demək olar ki, hətta gecə olsa belə onlar acilə müraciət edirlər ki, gözdə şiddətli ağrı başlayır. Bəli, çünki sinir ucları zədələnir, gözdə quruluq yaranır. Amma bundan əvvəl artıq əlamətlər olur, sadəcə insanlar bunu göz ardı edirlər. Bəli, yeni, çox kiçik simptomlarla özünü göstərir. Bəzən elə olur ki, başlayır, amma ya tələbə, ya şagird və yaxud işçi müəyyən bir vaxtdan sonra istirahət fazına keçir. O zaman yenidən bərpa başlayır. Yenidən buynuz qışa özünü bərpa edir, regenerasiya qabiliyyəti var buynuz qışanın. Amma bəzən olur ki, sürəkli bu insan bu işdədir, sürəkli işləyir. Yəni şikayəti olsa da çox da önəm vermir. Ona görə birbaşa kompüter. Onlarda əsas şikayətlər nə olur? Məsələn ki, doktor gözümə sanki tikan batır, sanki arada bıçaq batmaq kimi bir hissim olur. Qırpdıqları zaman? Tək qırpmadıqları da halda olur. Qırpma halları, o dediyiniz hallar çox vaxt allergik konjüktivitlərdə olur. Göz qapağının altında məməciklər var. Onlar normalda yastıdır, yastı olurlar. Amma hər hansı bir allergiya nəticəsində bu qida ilə də bağlı ola bilər, ətraf mühitlə də bağlı ola bilər və yaxud hər hansı bir digər bir xəstəliyin fonunda da əmələ gələ bilər ki, həmən məməciklər şişir və göz qapaqları açıb bağlananda həmən o şişmiş məməciklər buynuz qışanı zədələyir. Buynuz qışanı qıcıqlandırır. Bəzən, bəli, o zaman da nə şikayətlər olur? Pasiyent yaxınlaşır, sulanma var, doktor, yenə də batma hissidir, göynəmədir, sanki gözümün içinə duz səpiblər. O formada yaxınlaşırlar. Və bu şikayətlər bəlli bir yaşı yoxdur. Bu, az yaşlı uşaqlarımızda da rast gələ bilirik biz. Bu allergik şikayətlərdir. Bəli, tək yəni ki, allergik fonda yox, sırf göz quruluğuna bağlı olan şikayətlər, buynuz qışanın xəstəliklərinə bağlı olan bir şikayətlər, əsas bax bu şikayətlərdir. Gözümdə qumlanma hissi var, göynəmə hissi var, batma hissi və sanki tikan batır, doktor sürəkli batır, gözümü ovmaq istəyirəm. Bu, allergik konjüktivitlər, yəni konjüktivitlərə aiddir. Konjüktivin özünün də bir neçə növü var, amma ümumiləşdirilmiş konjüktivit əlamətləridir. Bəli, təşəkkür edirik. Həqiqətən çox maraqlıdır. Ümumiyyətlə, bəlkə də axırıncı fikirləşdiyimiz orqanımızdır bəlkə gözümüz. Yəni, insan heç buna fikir vermir. Siz danışdıqca mən bunu düşünürəm, amma hər bir orqanı, insanın hər bir hissəsi çox önəmli, çox vacibdir. Davam edək. Mənə maraqlıdır bu qidalanma da çox önəmlidir, Ramin doktor. Və hər yaş dövrünün öz qidalama prinsipi var, yoxsa elə hər kəs eyni cür sağlam qidalama deyək də, hər kəsə aiddir bu? Birinci onu vurğulayım ki, o planşet, telefondan danışdıq uşaqlarla. Bəli, bu sizin də ixtisasınıza təsir edir. Məsəl üçün, valideynlər nə edirlər? Valideynlər uşaqlarını ağlamasın deyə planşeti verirlər və uşaq ayaq yolunda oturur saatlarla. Və ondan sonra gəlirlər ki, doktor, bizim uşağın bağırsağından qan gəlir. Qan gəlmənin səbəbi də nədir? Səbəbi o, çünki uşaqlarda babasıl xəstəliyi olmamalıdır.
Uşaqlarda babasıl xəstəliyin yaranmasında səbəbkar valideynlərdir. Bəli. Uşaqlar planşet əlində saatlarla ayaq yolunda otururlar. Valideyn gedir, işini görür, deyir ki, hə, uşağın başı qarışsın. Amma sonuçda belə olur ki, qəbizlik yaranır, babası əmələ gəlir, qanaxması olur uşaqlarda. Və bunun üçün də mən veriliş əsnasında vurğulamaq istəyirəm ki, valideynlər heç vaxt elə yol verməsinlər ki, uşaqlar... Bu yol verilməzdir, bəli, bir mənalı olaraq, düzdür? Bəli, bundan da əlavə deyək ki, uşaqlarda qəbizlik olur. Bəli. Uşaqlarda bir dövrdür ki, onlarda bağırsaq formalaşana qədər uzun olur bağırsaq. Məsələn, 5 yaşında bir uşağın qəbizliyin olmağı normaldır, doktor? Xeyr, əslində normal deyil. Amma orada bağırsağın şəklini çəksələr, rentgen şəklində, biz ona iriqoskopiya deyirik, orada görünür ki, bağırsaq uzundur. Və biz valideynə tapşırırıq ki, bunların yemək rasionuna fikir verin, çoxlu bol-bol su içsin, quru yeməklərdən qaçırdın, şokolad, konservativ qidalar olmaz. Bəli, mən belə bir uşaq tanıyıram, ona görə soruşdum. Şokolad yağını çox sevir və davamlı şokolad yağı yeyir. Bununla əlaqəsi ola bilər? Bəli, bəli. Çünki nəcis quruyur, bərkiyir və onlarda bağırsaq uzanması get-gedə böyüdükcə onu formalaşır bağırsaq. Əgər riayət olunmasa, düzgün qidalanmasa, o bağırsaq anadan gəlmə məsələsində elə pasiyent gəlir ki, pasiyent deyir ki, mənim ağlım kəsəndən məndə qəbizlik var. Deməli, bu ağlı kəsəndən uşaqlığından deyir ki, məndə qəbizlik var. Yaxşı, uşaqlıqda bu bilmirdi. Valideyn də sara baxırdı. Məsəl üçün, ondan da əlavə biraz bizim mentalitetlərimizdə də problem var. Nə vardır? Deyək ki, məktəbli uşaqlar müəllimdən icazə ala bilmirlər ayaq yoluna getmək üçün. Və onlar özlərini sıxıb saxlayırlar. Və bu zaman bağırsaq çünki bu da olmaz. Qarmon kimidir, uzanır bağırsaq. Və bağırsaq get-gedə uzanacaq və bu da gətirib çıxarır, sonuçda qəbizliyə gətirib çıxarır. Çox maraqlı məlumatlardır və həqiqətən, yenə deyirəm, yenə heç bəlkə də valideynlərin düşünmədiyi, fikir vermədiyi, əhəmiyyət vermədiyi məsələlərdir ki, çox əhəmiyyətlidir. Davam edək. Gülnar xanım, istəyirəm ki, keçək bu sıralama ilə necə gedirdiniz bayaq, elə davam edək. Buyurun. Tam iki doktorun danışdığını, hələ ki qırağa çıxmaq istəmirəm, elə telefon və planşetin bizim sahədəki təsirindən danışacağım. Ən çox təsir etdiyi orqan onurğadır əslində bu uşaqlarda. Bu günləri qapımızdan girən hər 5 uşağın 4-ündə kifoz problemi var. Onurğanın önə əyilməsi. Çünki onlar daimi olaraq planşet və telefondan bu formada istifadə edirlər. Və bayaq doktor dedi ki, bağırsaq qarmon kimi uzanmağa meyillidir. Çünki bağırsaq divarında əzələ var. Eyni məsələ bizim kürək əzələlərimizdir. Nə qədər biz önə əyiləcəksə, o qədər uzanacaq kürək əzələsi və gücsüz olacaq. Kifozun yaranma mexanizmi bu formada yaranır. Necə olur ki, bir adamın onurğası önə əyilir? Önə əyilir ona görə ki, onurğanı saxlayan əzələ qrupları var, simmetrik sağ və sol əzələ qrupları. Onların gücü eyni olmalıdır ki, bu çiyini arxaya aparsın, yəni onurğanı arxaya aparsın, dik pozisiya olsun. Əgər biz həmin əzələni inkişaf elətdirmiriksə, həmin əzələnin gücü zəifdirsə, uzanır və əyilir önə doğru. Və davamlı o şəkildə dayanırsa. Davamlı o formada dayandıqca, məcburi vəziyyətdə dayandıqca, yavaş-yavaş onurğada önə doğru. Hələ bu ən yaxşı haldır, önə doğru əyilərsə. Daha ağırlaşmış forma yana əyilmədir, skalyoz problemi yaranır. Bu günləri doktor vurğuladı və tam yerinə düşdü. İnanın, uşaqlarımızın onurğa problemlərində 90% deməyəcəm, 100% valideynin günahı var, 100%. Niyə? Nəyə görə? Çünki birincisi, o planşeti o uşağa alan bizik, valideyn olaraq. O planşeti o uşağa davamlı verən bizik. Almışıq hər hansı bir məqsədlə, tutalım deyək, bu günləri düz deyir Samira xanım ki, bu uşaqların təhsili buna bağlıdır. Amma bu bəlli bir saatda, bəlli bir dəqiqədə olmalıdır. Nəzarətlə olmalıdır. Yəni bir nəzarət eləyək ki, uşaq bir saatın içində nə qədər dərslə məşğul oldu. Onun bəlkə də 15-20 dəqiqəsi. Digər tərəfi hansısa bir oyunudurmu, nə bilim, nəysə, sosial şəbəkədirmi? Yəni fikir verək ki, biz bunun yaranmasında birbaşa günahkar biz, valideyn olaraq bizik. Bu bir. Uşağı ikinci səhvi deyəcəm. Bizə müraciət yalnız və yalnız yay aylarındadır. 2 yaxud da 3 aydadır.
ki, uşaq məktəbə getmir. Valideynə sual olunur. Baxın, dünən yox, 5-ci gün olub bu hadisə, mən bunu danışmalıyam. Uşaqda 65 dərəcəli, hardasa 14-15 yaşı var idi, tam xatırlamıram, 8-9-da oxuyan uşaq. 65 dərəcəli kifoz var, önə əyilmə. Baxın, bir həndəsədə dərəcəni yadımıza salaq, 65 dərəcə nə qədərdir? Görün, nə qədər önə əyilmədir. Olmalıdır 35 dərəcənin altında. Yəni, amma 65 dərəcə. Valideyndən soruşuram, niyə 65 dərəcəyə çatıb? Özün də deyirsə ki, doktor, nə vaxtdandır görürəm. Deyirəm, niyə görə 65 dərəcəyə çatıb? Valideynin birinci dediyi söz vardı. Ay doktor, dərslər var idi, dərsdən sonra hazırlıqlar var idi, ondan da sonra hazırlıqların yerinə yetirilməsi var idi. Ona görə biz saxladıq bunu, axırıncı bu 1 ayda, 2 ayda tətil dövrünə. Nə qədər də gecikməklə gəlir. Belə bir misal var. Sağlamlıq xəstəliyin olmaması demək deyil. Sağlamlıq ilk növbədə şuur altından başlayır. Yəni, biz xəstə deyiliksə, o demək deyil sağlamlıq. Həmin valideyn xəstə deyilsə, o demək deyil sağlamdır. Baxın, bu fikirdə yanlışlıq varsa, bu özü xəstəlik deməkdir. Ki, uşağımın sağlamlığını istər göz olsun, istər mədə bağırsaq olsun, istər onurğası olsun. Bunu saxlayım, məktəbi qutarar, 1 ayda, 2 ayda nə çatdıraram, çatdıraram. Hətta soruşuram ki, heç olmasa yay ayında 2 kurs müalicəni sığdıra bilək də biz buna. Deyir ki, yox, ay doktor, nə danışsınız? Avqust ayından hazırlıq başlayır. Amma Güldan xanım, bir şey müdaxilə etmək istəyirəm. Düzdür, valideyn daha diqqətli, məsuliyyətli olmalıdır. Onu bütün həkimlər bilir. Yəni ki, siz, mən bunu mübahisəli şəkildə demirəm. Amma belə bir şey də var ki, nəyə görə biz həkimlər də daha çox məsuliyyət üzərimizə almalıyıq, valideynlər də daha çox məsuliyyət üzərimizə. Bəs bu qurumu, bu sistemi quranlar ən çox da məsuliyyəti onlar daşıyır. Gəlin məktəbli çantasına, elə sistemdən danışır. Dəfələr nəsədə demişəm mən bunu. Məktəbli çantasına. Hər dəfə mən bunu da vurğulayıram. Qaçılmazdır. Niyə? Onda uşağımızı oxutmayaq gerək. Qaçılmaz məsələlər var. Hər dəfə deyirəm, məktəbli çantasının çəkisi nə qədər olmalı? Uşağın çəkisinin 6-8, maksimum 10% olmalıdır. Yəni 40 kilo çəkidə olan uşaq 4 kilodan artıq yük daşımamalıdır. Bəli. Amma bugün bizim məktəbli çantasının sırf öz çəkisi, içini hələ saymasan, 1,5 kilo var. Hələ ona da bir təkər falan taxılsa, gəldi çıxdı 2 kiloya. Və hər bir uşağın da ölçüsü, quruluşu, boyu, individualdır, eyni deyil axı. Deyil axı. Hər dəfə deyirəm ki, çıxış yolum belə deyirəm mən valideynə. 2 dənə kitab alın. Biri qalsın evdə, biri qalsın məktəbdə. Gətirib aparmasın. Hətta bunu da deyirəm. Ki, neyini, başqa yolumuz yoxdur. Yəni, valideyn yenə də çözüm yolu sonuçda valideynin üzərinə gedir də. Yəni, biz yol göstəririk, amma valideyn də biraz fikirləşməli. Mən neyini bu uşağı bu yükdən azad eləyim? Yəni, necəsə formada, nə qədər əlimizdən gəlir eləyək. Yəni, heç olmasa biz bir şübhə varsa uşağın problemi də, istər yenə deyirəm, göz olsun, mədə bağırsaq, onurğa oynaq problemi. Vaxtında, ümumiyyətlə, əgər uşaq sağlam deyilsə, nə sağlam həkim olmayacaq, nə müəllim olmayacaq, nə də hüquqşünas olmayacaq. Yəni, onun təhsilinin dalıcan düşüb biz əgər hansısa peşə sahibi eləyiriksə, əgər sağlamlıq yerində deyilsə, inan o sağlam heç bir cəmiyyətə faydası belə olmayacaq. Birinci sağlamlığı. Əlbəttə ki, mən bununla çox razıyam. Mən Gülnar xanımda da razıyam, amma belə bir şey var ki, Gülnar xanım, yaxşı mütəxəssis olmaq üçün də çox çalışmaq, çox işləmək, ona görə də belə çıxılmaz bir vəziyyətə düşürük. Əslində, burada əziyyət çəkən həm valideyndir, həm uşaqdır, həm də həkimdir. Düzdür. Çünki mənim çıxış yolu çox nədə istəyirlər ki, nəticənin tez olmasını. Hərdən mən belə bir misal çəkirəm ki, bir dənə fikirləşin görün 65 dərəcə neçə ilə olub. Siz də məndən 10 günə nəticə istəyirsiniz. Ay, sağ olun. Yəqin ki, bununla çox rastlaşırsınız. Valideynlər bu, yəni ümumiyyətlə insanlarda bu var ki, tez nəticə almaq. Ona görə yanlış ünvanlara gedirlər, yanlış vədlərə inanırlar və sonra daha çox fəsadlarla yenə sizin üzərinizə qaçırlar. Çox təəssüf ki, bunu dəfələrlə biz efirimizdə müzakirə etmişik. Doğrudan da, belə deyərdim, təəssüf edici bir məqamdır. Mən az əvvəl Ramin doktor danışarkən ağlıma gəlmişdi, sonra sualı unutdum.
unutdum. Belə bir məlumat qarşıma çıxmışdı doktor. İnsanların qan qruplarına görə onların orqanizminin fərqlilikləri. Məsələn, müəyyən bir qan qrupuna aid insanlar, məsələn, birinci qan qrupa aid insanlar qəbiz olurlar. Belə bir məlumat var idi. Bu, yəni mən indi atdım, yəni dəqiq yadımda deyil. Belə bir məlumat doğru ola bilər? Yox, ondan o heç bir əlaqəsi yoxdur. Heç bir əlaqəsi yoxdur. Belə bir məlumat bəs hardan? Yox, ola bilər kimsə statistik göstərir. Hə. Statistik göstərir nəysə, amma elə deyil. O qan qrupuna heç bir əlaqəsi əslində yoxdur. Bir insan var ki, deyək ki, məsəl üçün vaxtı ilə normal yəni ayaq yolunda normal gedirdi, qəbz olunurdu. Amma indi axır son anlarda qəbzlik başlayıb. Bəs anadan gəlmə ola bilər bu? Bəli, genetik anadan olaraq gəlmə keçmiş də ola bilər. Məsəl üçün, baxın, zob xəstəliyi. Zob xəstəliyində, bəli, müəyyən məsələn xəstələr var ki, onlar gəlirlər qəbizlik şikayəti ilə mənim yanıma. Mən onları birinci ultrasəsə göndərirəm, zoblarını araşdırıram, görüm zobu var, yoxsa yox. Çünki bəli, zob qəbizlik yaradır. Çox maraqlı. Çünki bilirsiniz, endokrin sistem ümumiyyətlə bizi idarə etməmizdə endokrin sistemin böyük rolu var. Endokrin sistemi tənzimləyir bunu. Bağırsağın deyək peristaltikasın, zəif peristaltika, deyək güclü peristaltika, yəni ishallar da olur. Bunları tənzimləyir. Bundan da əlavə bilirsiniz, indi hər bir insan demək olar ki, passiv həyat rejimindədir. Hamı oturaq həyat rejimindədir. Və bu oturaq həyat rejimi olanda istər-istəməz bağırsaqların peristaltikası zəifdir və bu da gətirib qəbizliyə gətirib çıxarmış olur. Doğrudur. Bir əlavə edeyim mən doktorun sözünə. Sadəcə sizin sualınıza uyğun. Bugün sosial şəbəkənin bizim üzərimizdə mənfi tərəfini də deyək. İstər o dediyiniz qan qrupu məsələsi. Hətta bu günləri çox gülünc bir informasiyadır ki, bürcə görə xəstəlikləri bölürlər. Yəni, görürsünüz də bu. Yəni, gəlib mənə. Biz ümumiyyətlə, bütün dünyada, yer üzündə nə qədər həkim, nə qədər insan varsa, hamımız, necə ki, biz riyaziyyatda kvadrat tənliyi dəyişə bilərik? Yox. Və yaxud da digər bir şey. Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi protokol var. O protokoldan qırağa heç bir həkimin informasiya ötürməyə ixtiyarı yoxdur. Bu, sizin sualınıza gələcəm. Yəni ki, qan qrupuna görə belədir. Qan qrupları bilsiz, bircə dənə nəyidə fərqlidir? Bir-birinə qan verib almada, bir də uşaq doğularkən o dölə keçir. Ondan başqa bütün insanların orqanizmi, çalışma sxemi eynidir əslində. Amma hər bir xəstəlikdə fərdi verilir də bizə. Biz hər dəfə deyirik ki, biz xəstəni müalicə edirik, xəstəliyi yox. Yəni, bürcə görə, nə bilim, var informasiya, siz hardan götürmüsünüz? Sosial şəbəkədən. Bəli, sosial mediada. Amma istənilən tibbi informasiya söykənməlidir. Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi protokollarda bunlar varmı, yoxmu? Varsa, bəli, düzgündür. Yoxdursa, heç bir biz, bugün hamı yerindən duran həkimdir. 2 gün öncə bir məclisdə oturmuşuq, hamı onurğada yırtıqdan danışır, sadəcə mən dayanmışam. Hamı bir-birinə məsləhət verir orada. Yəqin ki, hamımızın başına gəlir. Çox maraqlıdır. Hətta astrologlar belə artıq bürcə görə diyet stollar tətbiq, yəni bu yol verilməzdir. Təşkil edirlər. Bəli. Burada məsuliyyət kimə düşür? Çox maraqlıdır. Yəqin ki, hər birimizə düşür. Araşdırmalı, doğru bilgiləri almağa çalışmalıyıq. İlk gördüyümüzə inanmamalıyıq. Mən istəyirəm ki, söhbətimizin bu yerində sponsorlarımız haqqında məlumat verim. Bildiyiniz kimi, baş sponsorumuz Medera Hospitaldır. Doktor Gülnar Əhmədli 16 illik təcrübəyə malik fizioterapevt və reabilitoloqdur. Azərbaycan Tibb Universitetinin məzunu, Türkiyə Skalyoz Dərnəyinin üzvü və onurğa, oynaq daxili iynə tətbiqləri üzrə beynəlxalq lisenziyalı mütəxəssisdir. İxtisaslaşdığı sahələr bel və boyun ağrıları, disk yırtığı və protruziya, çiyin və diz ağrıları, artrozun müalicəsi, uşaq və yeniyetmələrdə onurğa problemləri, skalyoz, kifoz, lardoz xəstəliklərini həkimimiz müalicə edir. 051 525 17 17 əlaqə nömrəsidir. Gastroenteroloq endoskopist Ramin Bağırov. Əgər sizdə qan azlığı, səbəbi bilinməyən anemiya, köp və mədə bağırsaq narahatlıqları varsa müraciət edin. Medera Hospitalda nazik bağırsaqların enteroskopla müayinəsi həyata keçirilir. Müayinələr gastroenteroloq endoskopist Ramin Bağırov tərəfindən icra olunur. 099 363 26 46 həkimimizin əlaqə nömrəsidir. Neyrocərrah Osman Qədimbəli onurğa disk yırtıqları
uşaqlarına Alman texnologiyası ilə 25 dəqiqə ərzində ağrısız və risksiz Medera Hospitalda əməliyyat edir. Bununla yanaşı əl barmaq sızıldamağı, uyuşma, ağrı keyimi olan karpal tunel xəstələri Amerikan endoskopik cihazı ilə qapalı, ağrısız şəkildə 10 dəqiqə ərzində Əli Osman Qədimbəyli tərəfindən Mederada qəbul olunur və əməliyyat olunur. 055 296 66 68 həkimimizin əlaqə nömrəsidir. Doktor Gülnar Mustafayeva oynaq, sümük, əzələ ağrıları, həmçinin revmatik və autoimmun xəstəliklərin diaqnostika və müalicəsi üzrə ixtisaslaşmış ağrı mütəxəssisidir. Müalicə sahələri revmatik xəstəliklər, autoimmun pozuntular, xroniki ağrılar, oynaq və əzələ problemləridir. 051 474 38 93 həkimimizin əlaqə nömrəsidir. Ürək dayananda zaman dayanır, amma Medera Hospitalda ümid bitmir. Son nəsil angiografiya cihazı və Türkiyədən gəlmiş peşəkar kardioloq komandası ilə 7-24 infarkt hallarına təcili müdaxilə edilir. Əgər sizdə sinə ağrısı və yanğı, təng nəfəslik, ürək döyünmə, təzyiq dəyişiklikləri, ayaqlarda şişkinlik varsa, Medera Hospitalının Türkiyədən dəvət olunmuş peşəkar kardioloqlarına müraciət edə bilərsiniz. 055 455 0303 əlaqə nömrəsidir. Pediatr neonatoloq tibb elmləri namizədi 30 illik təcrübəyə malik doktor Nərmin Məmmədova 0-16 yaş arası uşaqlarda tənəffüs, mədə-bağırsaq və infeksiyon xəstəliklərinin diaqnostika və müalicəsi, inkişaf və qidalanma nəzarəti, vitamin, mineral çatışmazlıqları, profilaksik müayinələr, sağlam uşaq izlənməsi, həmçinin yeni doğulmuş və vaxtından əvvəl doğulmuş körpələrin müşahidə və müalicəsi üzrə peşəkar tibbi xidmət göstərir. 050 768 76 37 həkimimizin əlaqə nömrəsidir. Bax belə, efirimiz davam edir və bir daha xatırlatmaq istəyirəm. 055 343 0146 bizim qaynar xəttimizin nömrəsidir. Bu nömrəyə mesajlarınızı, suallarınızı yaza bilərsiniz. Mövzumuzdan kənar həkimlərimizə suallarınız varsa yaza bilərsiniz. Mövzumuzla bağlı müzakirəyə qoşula bilərsiniz yazaraq. Biz isə söhbətimizə davam edirik. Bugün hər yaşda sağlamlıq qayğısından danışırıq. Ona görə hər yaşdan tamaşaçımız bizi hazırda pür diqqət dinləsin, ekrana yaxın əyləşsin. Suallar da varsa mütləq şəkildə yazsınlar. Davam edək. Mənə maraqlıdır. Bu doğru bildiyimiz yanlışlardan başladıq. Mən digər suallarımı da istəyirəm ünvanlayım. Mənə maraqlıdır. Bax, Gülnar xanım deyirlər ki, ümumiyyətlə boyu uzun insanlar daha çox elə bir önə əyilirlər. Bununla həqiqətən bu onların boyunun uzun olmağı ilə əlaqəsi var, yoxsa sadəcə bu bir mifdir? Bəli, var. Deməli, əgər uşaq yaşına görə sürətli boy atırsa, normadan artıq boy atırsa, bu birinci sümük yaşı deyə bir anlayış var. Yəni, birdən-birə boy atmada ən çox bu uşaqlarda, əsasən də oğlan uşaqlar sürətli boy atan kimi, onlarda onurğa əyilmələri tez meydana çıxır. Çünki bu onurğa öz yaşına uyğun yükü daşımağa alışqındır. Əgər birdən-birə boy artır və üstə gəl çəkisi də varsa, bu yaxında elə bir pasiyentim oldu. 15 yaşında 90 kiloqram çəkisi var. 87. 90 demişlər, sonra biz çəkdik 87. Yəni 15 yaşında 87 kiloqram çəkidə bir uşaqda onurğanın əyilməsi qaçılmazdır. Boydakı böyük, haradasa 1.70, 1.80 boy var idi, yəni 15 yaşa görə. Və o uşağın onurğasında kifayət qədər əyrilik vardı. Həm skalyoz, həm kifoz. Çünki nə qədər boy hündür olsa da, nə qədər çəki, yəni biz ona baxırıq 15 yaşı vermirik. Amma onun sümük yaşı elə 15 yaşdır. Və o sümük o yükə davam gətirə bilmir, ona görə əyilmə baş verə bilir. Amma yəni çəkisi az olan uşaqlarda da bu görülür. Bəli, çəkisi az olanlarda da var. Biz onu demirik. Sadəcə birdən-birə boy atanlar da, yenə deyirəm, bu yükü və boy atan, birdən boy atan bir uşaqda var əyrilik, birində yoxdur. Necə baş verir? O digər olmayan uşaqda onurğa ətrafı əzəllər kifayət qədər möhkəmdir. Ya bu idmanla məşğuldur, ya üzgüçülüklə məşğuldur. Burada stop deyib bir dənə açıqlama verəcəm. Üzgüçülük sağlam onurğa üçündür. Bunu hər zaman deyirəm mən. Əyilmiş onurğa üçün deyil. Əyilməməsi üçündür ki, biz üzey və simmetrik olaraq onurğa ətrafı əzəlləri... Bu da insanlarda bilinən yanlış düşüncədir. Bəli, yanlış düşüncədir ki, mənim skalyozum varsa, mən üzəcəm və düzələcək skalyoz. Skalyoz ümumiyyətlə onurğanın qeyri-simmetrik olaraq bir tərəfin əzələsinin digər tərəfin əzələsinə zəif olması nəticəsində əyilməsidir. Və biz üzərkən iki qolla üzdüyümüzə görə, demək yenə də biz simmetrik bunu inkişaf elətdirməyə çalışırıq. Amma nəzərə alaq ki, bir tərəfdə əzələ zəifdir. Ona görə də onurğanı düzəldəndən sonra üzgüçülüyə və yaxud da digər idman növlərinə qoymağımız məsləhətdir ki, yenidən əyilməsin. Amma əyilibsə bu müalicə olunmalıdır. Yenə də qayıdıram o məsələyə ki, bəli, birdən boy atan uşaqlarda onurğa əyriliklərində kifayət qədər çox rast gəlinir. Və Samirə xanım,
göz rəngi açıq olan insanlar niyə əksər vaxtlarda gözləri zəif olur? Bunun bir əlaqəsi var göz rəngi ilə? Yox, heç bir əlaqəsi yoxdur. Yəni tünd göz rənginə sahib insanların gözü daha Bəli, ümumi belə yaranmış fikir var, amma elə bu da bir mifdir. Mifdir. Çox vaxtilə ki, həddindən artıq çox gözəl gözlərə sahib olan insanlar sanki gözləri zəif görmüş kimi olur və yaxud da ki, açıq rəngli masmavi deyirlər, mavi, yaşıl, onlar çox az rast gəlinən növləridir. Bəzən elə olur ki, hətta güzeyli qışanın biri digərindən fərqlənir. Yəni, biri mavi olur, biri yaşıl olur, biri qəhvə rəngi olur, biri yaşıl, fərqli olur, bəli. Heterokrom bunlar heç bir şəkildə gözün funksiyalarına təsir etmir. Yox, təsir etmir. Sadəcə deyirəm də, el arasında deyirlər ki, uşağa göz dəydi, nəzər oldu. Uşaq daha öncə çox yaxşı görürdü doktor, amma indi zəifliyib uşağın gözü. Mən də başa salıram ki, daha öncə uşaq məsələn üçün ilk sıralarda otururdu. Uşaq o qədər onun fərqində deyildi. Yəni ki, 80% görməsi var idi. Hər iki gözdən ikisi kompleks şəkildə 100% görür. Onun fərqində olmurdu. Bəzən olur ki, uşaq boy atır bir dəfəlik və onu arxa sıralara keçirdilər. O zaman şikayət ortaya çıxır ki, məsələn, mən lövhəni aydın görmürəm. Və bu zamanda valideyn elə bilir ki, gözü zəifdir. Ən çox nənələrdir ki, uşağa göz dəydi, uşaq ondan sonra zəif gördü. Biz də onlara başa salırıq ki, bəzi xəstəliklər var ki, yəni anadan gəlmədir. Ümumiyyətlə, miyopiya, refraksion qüsurların çox faizi anadan gəlmədir. Bəziləri digər xəstəliklər fonunda əmələ gəlir, digər səbəblər nəticəsində əmələ gəlir, amma əsasən anadan gəlmədir, yəni irsi genetik xüsusiyyət daşıyır. Aydın, təşəkkürümü bildirirəm. Bəli, reklamın vaxtıdır, qısa arayla ayrılırıq, daha sonra qaldığımız yerdən davam edəcək. Siz mesajlarınızı yazmağa davam edin. Bəli, efirimiz qaldığı yerdən davam edir. Bugün biz hər yaşda sağlamlıq qayğısından danışırıq və ənənəyə sadiq qalaraq paytaxt sakinlərindən soruşmuşuq mövzumuzla bağlı. Gəlin görək onlar nə deyəcəklər. İzləyək sorğumuzu. Çox ağırlıq qaldırmışam, ağır yüklərin altına girmişəm. Yəni, tələb olanda, işləyəndə, inşaatda falan. Ona görə çox ağır yüklərin altına girmişəm, o biraz təsir eləyibdir. Sonradan, məsəl üçün, belə deyim, fikir vermişdim, həm də uşaq vaxtı idmana fikir verirdim, ona görə də onun da nəticəsi var, yaxşı mənada. Belə deyim də, bu günlərdə də sağlamlığa fikir vermək üçün ancaq piyada gəzmək, 8 saat yatmaq, 12-dən tez yatmaq və s. müəyyən qədər su içmək, bu kimi şeylər də eləyib sağlamlığa fikir veririk. Əhval-ruhiyyən yaxşı olandan sonra həm sağlamlıq yaxşı olur, həm hər şey yaxşı olur. Nə olur olsun, əhval-ruhiyyəni yüksək saxlamaq lazımdır. Əvvəl pis vərdişlərim olub, indi olan heç birisi yoxdur. Yəni, o da xəstəliyə tutulandan sonra dərk eləmişəm ki, onlar mənə səhətimə ziyandır. Məsləhətim olar ki, çox adam deyir, cavanlıqdır, iş normaldır, belə elə özlərini gütsünlər. Cavan olandan orada o qədər ki, məsələn, soyuq su içmişəm, buzlu, məsələn, marozin yemişəm, bir də baxdım ki, böyrəklərim ağrıyır, xəstələnmişəm, vallah. Getdim xəstəxanaya, dedilər ki, sənin vəziyyətin pisdir. Nəysə, bir ay xəstəxanada yatdım. Əsas özünü cavanlıqda qorumaq lazımdır. Yaşdaşanda özün başa düşürsən ki, özünü qorumaq, amma cavanlıqda bilmirsən. Hər məsələn, soyuq şeylərdən istifadə edirsən, onu da gətirib ziyanı belə çıxardır. Bu problem budur. Yəni ki, indiki halda daha özümü gözləyirəm, daha soyuq şeylərdən çox istifadə eləmirəm. İnsanlarda necədir? Bir xəstəlik baş verir, ondan sonra onlar qərara gəlirlər ki, mən məsələn çox yağlı yeməli deyiləm, çox duzlu olmaz, şəkər olmaz. Ancaq bu xəstəliyi tapdıqdan sonra bu qərarı verirlər. Ona görə mən çalışıram ki, indidən onları sonradan eşitməmək üçün indidən həmin necə deyib, qaydalara riayət edeyim. O cür qidalanım, yağsız, şəkərsiz və
yüngül qidalarla, əsasən meyvə tərəvəzə üstünlük verirəm. Gün ərzində daha çox su tükətməyə çalışıram. Axşamlar yenə idman və lazımi qidalar və axşamlar əsasən çalışıram, çox yeməməyə çalışıram ki, çünki axşam yatanda həzm prosesi getmir və o da sağlamlığa mənfi təsir göstərir. Gənclik vaxtı idmanla çox məşğul olmuşam. Sonra da biraz da yenə məşğul olmuşam. Elə o mənim sağlamlığıma çox yaxşı təsir göstərir. Elə indi də ona görə yəqin ki, sağlamam. İndi də çalışıram çox gec saatlarda yemək yeməyim, biraz çox hərəkət edeyim, çalışıram çox gəzim. Elə axşamlar gəzin, hardasa bir gəzirəm də, elə bir addımlayıram, harca 2000 addım. Belə olur. Səhər əgər vaxtım olanda səhərlər saat 5-7 arası da yürüyüş edirəm. Bəli, maraqlı cavablar idi. Biz əsasən sual verərkən onların hansı səhvlərinin olduğunu, daha sonra məsələn gənclik yaşlarında nələrin onlara necə nəticə verdiyi sualını vermişdik. Maraqlı cavablar idi. İstəyirəm sizin də fikirlərinizi alın. Buyurun Gülnar xanım. Əslində, baxın, bayaqları mən dedim ki, maariflənmə, istənilən insan orada heç biri səhv bir şey demədi. Yəni, hamısı düzgün bilgilidirlər. Gəlin, biz sosial şəbəkənin bu tərəfindən istifadə edək. İnformasiyanın bu tərəfindən istifadə edək. Keçən verilişdə də dedim, hamı bilir nə etmək lazımdır, amma etmir. Düzdür. Hamı bilir əslində. Baxın, yəni orada kimsə səhv məlumat vermədi, istər qidalanması, istər idmanı, yürüyüşü, hər bir şey haqqında. Baxın, axırıncı qadının üzərindən danışacağam. O belə dedi ki, bugün sağlam qalmağımda, cavan yaşında idmanla məşğul olmağıma bir növ borcluyam da. Biz isə bəzən, məsələn, mən öz sahəmdən deyəcəm, gəlir artroz, diz artrozu, 4-cü dərəcədə, 3-cü dərəcədə artıq yeriyə bilmir və deyir ki, doktor, mən başlamışam idman eləməyə, yavaş-yavaş düzələcəm. Xeyr, mümkün deyil. O idmanı, yenə deyirəm, mən bayaq üzgüçlüyün üzərindən danışdım, sağlam olanda etməliydik ki, bizim diz oynağımızın ətrafında, istər bud və ya baldır əzəlləri, dizdən yuxarı və aşağı əzəllər nə qədər möhkəm və güclüdürsə, diz oynağına düşən yükün miqdarı o qədər azdır. Və yaxud da bud çanağı götürək, və yaxud da onurğa götürək, fərqi yoxdur. İstənilən oynaq ətrafı, əzələr sistemi nə qədər güclüdürsə, o qədər bizim sümüklərimiz sağlamdır, oynaqlarımız sağlamdır. Yəni, biz cavan olanda, biz uşaq olanda, biz xəstələnmədən öncə profilaktika xüsusi önəm daşıyır. Baxın, orada bir bəy ağır yük qaldırdığı üçün əziyyət çəkdiyini, yəni bunu belə bir səhv etdiyini dedi. Bu şəkildə ağır yük qaldıraraq sonradan fəsadlarını görən çox kişilər var. Mən məsələn görürəm ki, hətta qadınlar. Hətta qadınlar, bəli, çünki biz qadınlarla daha çox rastlaşırıq. Çünki bildiyimiz kimi sümük oynaq sistemindəki problemlərin çoxsu qadınlardadır. Bəli, qadınlarımızda da var, kişilərdə də var. Bədən kütləsinə uyğun olmayan yükdən istifadə olunur. Yəni, o qaldıra bilirsə, o demək deyil ki, ona hələ zərər deyil. O güclü deyil. Baxın, adicə, sadə bir dənə misal çəkəcəm. Yerdən yükü necə qaldırmaq lazımdır, insan onu bilsə, hətta dəfələrlə pasiyentim olub ki, əyilib ayaqqabısının bağını bağlayarkən bel yırtığı birdən tutub və geri qayıda bilmir. O formada bax, tutmuş vəziyyətdə gəlib yanımıza. Amma səbəb o deyildi də, ondan əvvəlki... Səbəb az da olsa problem var imiş, sadəcə biruzə verməmişdir. Bu, düzgün olmayan pozisiyada o hərəkətin icra olunmasıdır. Məsələn, deyirəm, yerdən bir qutu götürməliyik. Bəli. Və yaxud da telefon düşdü əlimizdən. Sadə bir, heç yük deyil də o. Telefon əlimizdən düşüb, biz onu yerdən götürərkən nə formada götürməliyik? Əyilərək götürmək olmaz. Birinci, çömələrək dizimizə yükü salıb, yəni belimizə yükü salmadan, o yükü oradan qaldırma. Və yaxud da bir qutunu götürərkən, bir var əyilib götürək, bel problemimiz var. Və yaxud da birinci çömələcəyik, yükümüz, belə deyim də, bədən kütləmiz və yaxud da o yükün bizim bədənimizə olan çəkisi bərabər paylanacaq, ondan sonra yükü qaldıracaq. Baxın, bunu da anam demişdi, amma mən heç bilmirdim. Mən elə bilirəm ki, ağır yükü qaldırarkən bunu etməyə lazımdır. Xeyr, istənilən yükü. Mən hər zaman ayaqlarıma yükü çömələrək qaldırıram, əyilib qalım və çox qorxuram belimlə bağlı olacaq hər hansı problemlə. Amma adi bir nəyisə, məsələn, telefonu falan götürməyə bilmirdim. Mən deyirəm, adi bir ayaqqabımızın üzünü bağlayarkən belə, biz birinci
edici. Çox insanlar eləyir onu. Baxın, fikir versək bir dizi bükürlər, sonra o ayaqqabını bağlayır. Əslində elə olmalıdır. Amma bir dənə də fikirləşək ki, bəzən bükmədən sadəcə əyilirik. Dizlər açıq qalaraq. O zaman belimizə yük çox düşür və birdən-birə bel yırtığı, beldə protruziya, hətta fəqərə sürüşməsi belə ola bilir. Çox maraqlı məlumatlardır. Davam edək. Ramin doktor, baxın, sorğuda bir çox fikirlər səsləndi. Qidalanma ilə bağlı. Ümumiyyətlə, kimsə idmanla məşğul olursa uzun illərdə, o idmanı birdən-birə atmamalıdır. Tədricən atmalıdır. Çünki orqanizmi formalaşıb o idman növünə. Məsələn, mənim bir pasiyentim var idi. Bu pasiyentin köpü var idi. Bunun köpünün səbəbini tapa bilmirdik. Yəni, mədə-altı vəz, mədə-bağırsaq yoxladı. Bu səbəbi tapa bilmirdim. Və məlum oldu ki, bu hərbiçi olub, indi pensiyaya çıxıb. Hərbidə olan zaman bu hər gün nə qədərsə qaçış edirmiş. Birdən-birə qaçışı dayandırıb, qaçışı dayandırdığına görə bağırsaqlarda istər-istəməz peristaltika pozulub. Və bağırsaqlarda peristaltika yoxdur, ona görə də burada köp var. Yəni, ümumiyyətlə, tibbdə belə bir xəstəliklər var. Buna deyilir peşə xəstəliyi. Müəyyən məsələsi insanlar var ki, onlarda, məsələn, deyib boğazları quruyur, qıcıqlanır. Araşdıranda məlum olur ki, o işlədiyi idarədə, otaqda bunun yanında printer var. Bəli, printerin tozuna, yəni bu allerjik bir reaksiya verir. Boğazında qıcıqlanma olur. Necə maraqlı, heç vaxt eşitməmişdim bunu, çox maraqlı. Bəli, müəyyən peşə xəstəlikləri var ki, onların sənəti ilə əlaqədar yaranan xəstəliklərdir. Zavodlarda işləyənlərdə də olur belə, boyalarla falan. Aydındır. Mən istəyərdim ki, Ramin doktorun sujetini izləyək. Hazırda bir sujetimiz var. Gəlsin ekrana. Məlikə Amoyeva, Əhməd qızı. Mən də çörək yeyə bilmirdim. Gedib dəyən kimi qusurdum. Gecələr qusub yatırdım. Mədəmə qalxırdı ağzımdan, burnumdan fantan verib gəlirdi. Hamı deyirdi, ay turşuluqdur, ay filan da, ay bəsməkan. Yox, sən demə, mədəmdə axlaziya, mədəm sinir yığırmış, mədə spazması. Mədəmə çörək yemək getmirdi də. Mən Ramin doktoru çatışıda adı çıxdı, gəlmişəm. 8 ildir mən bütün həkimləri gəzmişəm. 6-7 dəfə zon tutmuşam. Həkimlər dərdimi tapa bilmirdi. Gəldim, sağ olsun Allah həkimin canını sağ eləsin. O həkimin sayəsində mədəmdəki problem tapıldı, axlaziyaymış. İndi şükür Allaha yaxşıyam, amma mən qəlbi olmuşam. Allah o həkimə ömür versin, can sağlığı versin. Can, Allah kömək olsun. Həqiqətən amin deyirik bu dualara. Buyurun doktor. Bilirsiniz, mən bu xanımdan xahiş etdim ki, efirdə çıxış etsin. Niyə görə? Baxın, 8 ildir bu gəzmədiyi yer qalmıyor. Deməli, bunun kimləri gör nə qədəni var. O barədə ki, siz insanların, biz həkimik. Biz insanların sağlamlığının keşiyində dururuq. Və istəmir, məsəl üçün, bu cür xəstələr vaxtında hələ 8 ildə yenə yaxşı qurtarıb. Çünki qida keçmir, hər dəfə də zədələyir oranı, sonradan bunlar onkoloji xəstəliyə çevrilə bilərlər. Onun üçün də vaxtında gəlsələr, müalicələrini alsalar və sağalırlar, normal həyatını yaşayırdı. Bəs nəyə görə doktor bu qədər gecikib xanım? Diaqnozu qoya bilməyiblər. Söhbət burada ki, diaqnozunu qoya bilməyiblər. Bilirsiniz, diaqnoz 70-80% diaqnoz düz olsa, xəstənin müalicə eləmək çox asandır. 70-80% diaqnoz düz qoyasan. İndi biri deyib turşuluqdandır, biri deyir nədir. Burada axlaziyadır. Qida borusu, mədən arasında sfiktir var, onun da alması spazmdır. Hansı bir əlamətlər olurdu xanımda? Məsələn, bu xanım suyu belə içə bilmirdi. Nə içirdisə qayıdırdı geri. Yəni, qida borusunun mədə ilə olan arasında sfiktir var. Orada qum saatı kimi olmuşdu. Yəni, yediyi qidalar qida borusuna qalırdı və qum saatı kimi mədəyə az-az tökülürdü. Və bu uzananda yemək qayıdırdı ağzına. Və o adam yata bilmir artıq, uzana bilmir, oturduğu yerdə yatır. İnanırsınız, vurğulayır ki, doktor, mən həmişə oturduğum yerdə yatırdım, zülüm çəkirdim. İndi normal yatır. Nə qədər vaxtda siz nəticə aldınız doktor? 1 aya. 8 il bu adam bu əziyyəti çəkib, 1 aydan sonra rahat yatdı. Bəli. 1 aydan sonra normal yatır, yeməyi yeyir, normal həyatını davam edir. Allah sizi qorusun. Təşəkkürümü bildirirəm hər kəsin adından. Və qeyd eləmək istəyirəm ki, doktorumuzun nömrəsi 099 363 26 46-dır və
diqqətlə əminəm ki, izlədiniz. Mütləq şəkildə həkimimizə müraciət edin, əgər belə bir probleminiz varsa. Çünki mən təsəvvür belə eləyə bilmirəm ki, bu nə qədər çətin bir həyat olar bu cür yaşamaq və heç bir şəkildə insan buna layiq deyil, yəni bu cür yaşamağa mütləq müraciət edin həkimimizə. Düzgün, doğru mütəxəssisə müraciət etmək önəmlidir. Və istəyirəm ki, elə aksiyalarımız barəsində də məlumat verim icazənizlə. Neyrocərrah Osman Qədimbəyli 31 iyulda Gəncəyə gəlir. Artıq vaxta çox az qalıb, bir tarixdir. Ona görə yerlər də məhduddur. Nə qədər vaxt mən artıq bu günü elan edirəm və yenə elan etməyə davam edəcəm. Tək ki, siz həkimimizin qəbuluna yazılın, çünki sizin üçün gəlir həkimimiz. Bununla yanaşı bel yırtığı və onurğa əməliyyatlarına 30% indirim var hazırda. 2 qol qarpal olunur, 1 qol pulsuz əməliyyat olunur. Bu aksiyalardan da həkimimiz rayona gəldiyi zaman, Gəncə şəhərinə gəldiyi zaman mütləq şəkildə istifadə edə bilər. 055-296-66-68 həkimimizin əlaqə nömrəsidir. Davam edək, digər aksiyalarımıza keçmək istəyirəm. Zob həkimi Doktor Xaqani Həsənov 26 iyul Quba, 9 avqust Gəncə, 16 avqust Salyan, 20 avqust isə Bərdəyə gəlir həkimimiz. Həkimimizin əsas iş yeri Bakıdadır. Əsas Bakıda pasiyentləri qəbul edir və rayonlara da sizdən ötürü gəlir. Xüsusilə də Quba aksiyamızda yerlər məhduddur. Vaxta az qalıb, 6 gün qalıb. Bu fürsəti dəyərləndirin. Əgər zobdan əziyyət çəkirsinizsə, zəhərli zob, düyünlü zob, hamiləlikdə zob, zobdan şübhələnirsiniz, halsızlığınız, yorğunluğunuz, təngnəfəsliyiniz, səbəbsiz çəkin artması və ya azalması, daha sonra saç tökülməsi, dəridə quruluq, sümüklərdə ağrı, keymə, uyuşma varsa zobdan şübhələnə bilərsiniz. Mütləq şəkildə müraciət edin. Bu şübhələrdən də qurtulun. Şübhə ilə yaşamaq da olduqca çətindir. 050-603-81-82 həkimimizin əlaqə nömrəsidir. İndi isə reklamın vaxtıdır. Reklamdan qayıtdıqdan sonra sizin mesajlarınızı səsləndirəcəm. Heç yerə ayrılmayın. Bəli, efirimiz davam edir, reklamlar bitdi. Bugün hər yaşda sağlamlıq qayğısından danışırıq. Tamaşaçılarıma tapşırmışdım ki, mesajlarını yazsınlar, yazıblar. İstəyirəm ki, onları da səsləndirim. Çox maraqlıdır. Oxuyuram fasilədə mesajları və efirlərimizdə hər zaman qeyd edirəm ki, yaşlarını qeyd etsinlər və yaşlarını qeyd edən tamaşaçılarıma xüsusi təşəkkürümü bildirirəm. Çünki yaş doğrudan da çox önəmli rolu var həkimlərimizə sualları ünvanlayarkən. Baxın, tamaşaçımız Aysel xanım yazır Sumqayıtdan. Mən 29 yaşındayam. Günün çox hissəsini kompüter qarşısında keçirdirəm. Axşamlar belim və boynum çox ağrıyır. Bu ciddi problemdir, yoxsa sadəcə yorğunluqdur? Ümumiyyətlə, mexaniki onurğa ağrısı, istər bel, boyun, heç bir müalicə olunmadan 2 gün ərzində tam-tamına keçirsə, bundan narahat olmağına dəyməz. Amma keçmirsə, yəni istirahətlə bağlı keçmirsə, demək ki, ciddi problem var. Sadəcə tətikləyici faktor deyirik də, qıcıqlandırıcı faktor kompüterdəsində. Problem var ki, bunu önə çıxardır. Kompüterdə çalışmaq, daimi gərgin vəziyyətdə olmaq onu önə çıxardır. Yox, sadəcə biz oradan durduq, kompüter arxasından durandan sonra yarım saat, 1 saat ərzində bu keçirsə, burada narahat olmağa səbəb yoxdur. Amma keçmirsə, yoxlanmasında bir fayda var. Bu sual mənə çox maraqlıdır Gülnar xanım. Mesajlardan kənarı indi ağlıma gəlmişkən soruşum. Hərəkətsizlik daha təhlükəlidir, yoxsa yanlış hərəkət? Hər ikisi. Mənə görə hərəkətsizlik daha təhlükəlidir. Ümumiyyətlə hərəkətsizlikdə. İndi dozasını bilmirəm, nə qədər hərəkətsizlikdən gedir söhbət. Yanlış hərəkət zamanı təsadüfən bir travma olar. Yəni, daimi olmayacaq. Amma hərəkətsizlik çox xəstəliyin. Yenə deyirəm, mədə-bağırsaq olsun, təkcə onurğa, oynaq problemi deməyək. Hər bir şeydə problem hərəkətsizlikdir. Pasiv həyat rejimi daimi hansısa bir xəstəliyi əmələ gətirəcək. Davam edək. Deməli, 40 yaşım var, Kəmran bəy yazır Şəkidən. Son vaxtlar yaxını görməkdə çətinlik çəkirəm. Sizcə bu yaşla bağlı haldır, yoxsa müayinədən keçməliyəm? Burada da bir neçə səbəb ola bilər, amma ümumilikdə götürəndə 40 yaş üstü pasiyentlərimizdə yaxın görmə akkomodasiyon funksiya pozulur. Yəni, dediyim kimi, billur yaxını və uzağını təmin edir. Ümumiyyətlə, insanın gözü neçə yaşdan yaşlanmağa 40 yaşından sonra bəli, yaxın görmə zəifləyir. Aydındır. Amma bu da yəni nisbidir. Mütləq müayinəyə gəlməlidir ki, səbəbin bilək.
Aydın. Məsələn, mənim gözümdə heç vaxt problem olmayıb. Yoxlanışa da getmişəm və problem olmayıb. Davamlı mən oxuyan biriyəm. Yəni buna çox diqqət də eləməmişəm. Yol gedərkən məsələn kitab oxuyuram, əslində olmaz deyə bilirəm. İndi məsələn 32 yaşım var. Əvvəllər məsələn uzaqlıqda nəyisə yazını oxuya bilirdimsə, indi görürəm ki, biraz çətinlik çəkirəm. İndi fikirləşirəm ki, görəsən məndə 30 yaşdan mı başlayıb gözüm yaşlanmağa? O da yəni bir neçə səbəbə bağlı ola bilər. Burada da yəni əgər çox iş rejimi yükü çoxdursa, qırpma sayı dediyim ki, keçən verilişdə dediyim ki, gözün qırpma sayı azalanda istər-istəməz gözün ön təbəqəsində göz yaşı təbəqəsi zəifləyir. Çünki buynuz qışa nəmliyi sevir, suyu sevir, mayeni sevir. Onunla qidalanır. O azalanda biz göz qapaqlarımız ki, hərəkət elətdiririk. İstər-istəməz maye azalanda elə düşünür ki, bir kobud misal çəkək, qapının yağı azalanda görürsünüz səs çıxardır, narahatçılıq verir. Deyirlər ki, bunun artıq təmirindən vaxtıdır. Maraqlı bənzətmədir. Bəli, eyni şeydir. Çox maraqlıdır. İndi ağlıma gəldi. Biz davamlı, məsələn, mən hər gün canlı efirə çıxıram, davamlı bax bu işıqlara məruz qalıram. Süni işıqların da zərəri var gözlərimizdə. Əlbəttə var. Ümumiyyətlə, şüalanmanın ən çox təsir etdiyi orqanlardan biri dəridir və gözdür. Yəni, yaşlanmamaqdan ötürü də ümumiyyətlə günəş şüalardan çəkinmək lazımdır. Bu da elə qayğı mövzuya gəlir, mövzuya əsaslanır ki, mütləq şəkildə sağlığımızın qayğısına qalmaq lazımdır. Belə çıxır ki, davamlı gün eynəklərindən istifadə etməliyik. Bəli, hər bir şeyin bilirsiniz necə? Biz demirik, indi mən sizə deyə bilmərəm ki, siz işinizi buraxın, bu sizə ziyandır. Hər bir şeyin normal çərçivəsi var da. Yəni, o norma daxilindədirsə, heç bir şeyin heç nəyə ziyanı yoxdur. Amma normanın üstüdürsə, əlbəttə ki, yenə də deyirəm, onun da profilaktik önərməli. Elə ona görə, bu veriliş buna görədir. Yəni, mən ən azından deyirəm ki, tamam, bu planşetlərdən, telefonlardan deyək ki, özümüzü, uşaqları ayıra bilmirik, amma qorumaq necə qoruya bilərik? Profilaktik olaraq nə edə bilərik? Bu vacibdir. Günər xanım Lənkərandan yazır. Mən gün ərzində çox çay içirəm. Amma su az içirəm, çay suyun yerini verə bilərmi? Bu sual çox gəlir, Ramin doktor. Çünki biz çayı sevirik, yay aylarında da isti çay içirik. Təbii ki, yaxşı çayla söhbət gedir. Çünki çayın da tərkibinə ximikatlar qatırlar, konservatlar qatırlar və o çaylar bağırsağı qurudur, qəbizlik yaradır. Çay çox içən insanlarda, yəni statistika göstərir ki, onlarda qəbizlik yaranma ehtimalı çoxdur. Xanım Lənkərandan yazır. O zaman içə bilər. Təbii çay alır yoxsa yox, amma təbii çay olsa çox gözəl. Suyu əvəz edər, doktor? Bəli, suyu əvəz edər. Çox maraqlı. Təbii çay olsun. Amma mən elə fikirləşirdim ki, suyun öz yeri var, çayın da öz yeri. Yəni, onu əvəzinə içə bilmərik. Yox. Yəni, mən məsələn gün ərzində 3 litr su içməliyəm, onun məsələn 1 litri çay ola bilər. Ola bilər. 1 litri çay ola bilər. Maraqlıdır. Mən istəyərəm ki, mesajlara davam edəcəm. Növbəti sujetimiz var, Gülnar doktorun sujeti. Gəlin onu izləyək. Pasiyentimiz bizə 6 ay öncə diz ağrıları ilə, kəskin diz ağrısı ilə müraciətlənmişdi. Bir dizimizdə artroz 3-cü dərəcə, bir dizimizdə isə 3-dən artıq 4-cü dərəcəyə keçmişdi və həmin dizimizə əməliyyat deyilmişdi. Biz 3 dəfə plazma terapiyası eləmişik dizə, iynələrdən istifadə eləmişik və sonda hər iki dizimizə 6 ay müddəti olan hialuron turşusunu köçürtmüşük. 6 ay keçib müalicədən, bu günləri yenidən hialuron turşusunu elədik. Necə idi Stayra xanım bizə gələndə ağrılar? Ağrılar çox. Yeriməkdə? Yeriyə bilmirdim, dizlərim şişmişdi, hər ikisi. Çətinlik çəkirdim də yeriməkdə. Çətin idi ağrılar. İynələrdən sonra? İynələrdən sonra şükür, çox yaxşı. Bu 6 ayda necə olmuşsunuz? Ağrılarınız? Əla, yaxşı. Yeriyirəm, işdə görürəm, nə lazımsa. Ağrı kəsici istifadə eləmirdik? Xeyr, heç nə. Heç bir dərman atmamışam. Əla. İnşallah ki, bir 6 ayda getdi. Bu, ola bilər gələn dəfə biz müddəti il yarım olan daha qatı formada hialuron turşusundan istifadə eləyək. Yəni, bir sözlə, doktor, insanların ömrünü uzadırsınız. Çox sağ olun. Deməli, Ulduz xanım, əslində hər dəfə biz daha ağır artrozlardan danışırıq, sujetlərimiz də belə olur. Sadəcə bu videonun məqsədi o idi ki, baxın, burada hələ ki dərəcəmiz tam axıra çatmayıb.
artrozun dərəcəsi axıra çatmayıb. Pasiyentlərimiz bu mərhələdə bizə müraciət eləyərsə, biz ora qədər gedib çatmayacaq, əməliyyatlıq vəziyyətə gedib çatmayacaq. Bu pasiyent 3 ildir bizim yanımıza gəlir. Birinci sualları olur. Doktor, bununla da bizim xəstəliyimiz tamamilə gedə bilərmi? Bu, məsələn, Ramin doktorun sahəsindən danışacaq. Bir insan qəbizliyi müalicə eləyə bilərik və heç vaxt da qayıtmaya bilər və yaxud da mədə xorası olar ki, bir müalicə olunar, geri qayıtmaya bilər. Amma oynaq xəstəlikləri əsasən də 60 yaşın üzərində elə bir xəstəlikdir ki, bunu tamamilə sağaltmaq mümkün deyil. Dünyada belə bir üsul yoxdur. Niyə? Və olmayacaq da. Niyə? Çünki bu yaşlılığın əlamətidir. Gərək biz əgər oynağı sağaldırıqsa, insanın yaşını da 65-dən 20-yə endirə bilək. Bu mümkün deyilsə, biz onun həmin xəstəliyini də geri qaytara bilmərik. Məsələn, zəif görmədir, yəni yaşa bağlıdırsa tamam geri qayıtmayacaq. Bu pasiyentimizdə də elədir. Bu pasiyentdə 3-cü dərəcəli artrozda bizim funksiyamız, bir həkimin boynuna düşən yük odur ki, xəstəlik irəli getməsini zəiflətsin, daha asanlaşdırsın. Amma xəstəlik artroz tamamilə 3-cü dərəcədən gəldi, 1-ci dərəcə oldu. Bu mümkün deyil. Hər dəfə də belə bir misal çəkirəm ki, biz saçımızın ağarmasının qarşısını ala bilərik, xeyr. Dərinin qırışmasının qarşısını ala bilərik, xeyr. Sadəcə qırışandan sonra müəyyən bir tədavilərlə bunu sadəcə ört-basdır eləyə bilərik. Amma prosesi durdura bilmərik. Proses geriliyə bilməz. Bəlli bir xəstəliklər var ki, geriliyə bilməz. dönüşü Bu yoxdur. yaşa bağlıdır. Bəs birinci dərəcədə gəlsə, doktor? Bəli, birinci dərəcə bugün, hətta orada axırda da onu qeyd elədi ki, artıq il yarıma salırıq bunu. Yəni 1 il var, 2 illik var bunlar. Bugün məsələn, hətta bu hialuron turşusu da, yəni köçürülən bu oynaq arası mayədən gedir söhbət təbii olaraq. Bununla yanaşı yeni metodlar var ki, artrozun dərəcəsini zəiflədirlər. Daha doğrusu, dərəcəyə irəli getməsinə səbəb olan reaksiyanı durdura bilirik, zəiflədə bilirik. Nəinki ara qatı doldururuq, həmçinin həmin reaksiyalar var da, kimyəvi bir reaksiya var. Xəstəliyin gedişində həmişə kimyəvi reaksiyalar rol oynayır. Həmin reaksiyaları zəiflədən, məsələn deyəcəm, Wnt terapiyası var ki, bugün biz onu icra edirik. Amma bunu hamı gəlirmi? Hamı 1-ci, 2-ci dərəcədə müraciət edirmi? Yox. Xəstədən 1-ci anamnezi toplayanda, yəni məlumatları alanda, birinci dediyi söz bilsiz nədir? Doktor, 5 il qabaq da var idi bu ağrı. Amma dedim ki, yəqin sağalar gedər, yəqin sağalar gedər. Baxın, 50-55-dən sonra burada siqnaldır. Əslində ağrı o qədər, belə deyim də, bizə kömək edən bir siqnaldır ki, yəni ağrıyırıqsa biz gedək. Elə xəstəliklər var ki, ağrı vermir, təəssüf ki, vermir. Bir də var ki, doktor, ağrıyır və bir müddətdən sonra ağrı keçir, elə bilir ki, sağaldı. Yox, xəstə. Ağrı keçmir əslində. Sadəcə biz ağrıya öyrəşirik. Əgər kəskin deyilsə, xronikdirsə, hətta dəfələrlə belə xəstəmiz olub ki, məsələn, fizioterapiya prosedurun sonundadır və yaxud da hansısa bir preparatı oynaq daxili yerdəndən sonra doktor gəlir, deyir ki, doktor, mən indi bilirəm ki, ağrısız həyat nə deməkdir. Əslində mən elə bilirdim ki, bu normaldır, elə belə də yaşamalıyam. Bəli, düzdür, insan bir ağrıya müddət sonra biz öyrəşir. ona öyrəşirik. O elə bilir ki, tamamilə keçdi. Xeyr, qadınlarımız xüsusilə deyək, bu klimaks dövründən sonra hormonal sistem bayaqda danışdığı haqda hormonal sistemdəki dəyişiklik birinci sümüklərə təsir eləyir, birinci oynaqlara təsir eləyir. Ona görə də az da olsa ağrımız varsa, pilləkən çıxıb düşürüksə, bir narahatçılıq, bir yorğunluq varsa dizimizdə, bu nəyinsə siqnalıdır. Vaxtında geçsək, inanın ki, heç bir endoprotezə qədər gəlib çıxan proses baş verməyəcək. Və çox da asan bir prosesdir. 20 dəqiqə vaxtınızı alacaq və qurtulacaqsınız bu ağrılardan. Mütləq şəkildə həkimimizə müraciət edin. 051 525 17 17 əlaqə nömrəsidir. Nə bu ağrıya öyrəşib yaşamayın, həyat keyfiyyətinizi aşağı salmayın, nə də əməliyyatdan qorxmayın. Vaxtında əsas odur ki, vaxtında müraciət edin. Elə digər aksiyalarımızı da tez-tez qeyd edim. Neyrocərrahlı Osman Qədimbəli 31 iyulda Gəncəyə gəlir və qeyd edim ki, bel yırtığı və onurğa əməliyyatlarına 30% endirim var. Hazırda həkimimizin yanında 2 qol karpoluna 1 qol pulsuzdur. 055 296 66 68 nömrəsi ilə elə indi qeydiyyatdan keçin. Yerlər məhduddur. Zob həkimi doktor Xaqani Həsənov 26 iyul Quba, 9 avqust Gəncə, 16 avqust Salyan, 20 avqust isə Bərdəyə gəlir. Xüsusilə 26 iyul Quba aksiyasında yerlər məhduddur. İndi yazılın, qaçırmayın və qeyd etmək istəyirəm. Zob zəhərli, zob düyünlü, zob
zob, hamiləlikdə zobdan əziyyət çəkirsinizsə, zobdan şübhələnirsinizsə, halsızlıq, yorğunluq, təngnəfəsliyiniz varsa, səbəbsiz çəkiniz artıb azalırsa, bu zobun əlamətləridir, şübhələnə bilərsiniz. 050-681-82 nömrəsi ilə qeydiyyatdan keçib həkimimizə müraciət edə bilərsiniz, şübhələrdən qurtula bilərsiniz və gəldik, çatdıq verilişimizin sonuna. Heç bilmədim ki, necə gəldi, necə keçdi bu vaxt, yəni efir vaxtı həqiqətən maraqlı, o qədər maraqlı idi söhbət və nə qədər də suallarım qalıb. Son istəyirəm sizdən son fikirləri alım. Buyurun Samirə xanım. Erkən əsasən demək şikayətlərə əsaslanırıq da. Yəni pasiyent şikayəti olunca həkimə müraciət etməsin. Profilaksik olaraq əgər özünü sevirsə, özü öz qayğısına qalmalıdır. Birinci mütləq şəkildə insan özünü sevməlidir. Öz bədənini, öz orqanlarını sevməlidir ki, gələcəkdə böyük problemlərlə rastlaşmasın. Ona görə mütləq şəkildə heç olmasa ildə bir dəfə bütün həkim müayinələrindən keçsinlər. Təşəkkür edirik. Buyurun Əmin doktor, bir cümlə ilə. Samirə xanım düz vuruladı. Mənim həmişə bu sözüm olur, sonunda deyirəm ki, insanlar, hər kəs özünü sevməlidir. Özünü sevməsən, sağlamlığının keşiyində durmayacaqsan. Təşəkkür edirik. Buyurun Gülnar xanım. Mən son olaraq hər kəsə belə bir tövsiyəm olacaq ki, sosial şəbəkədə gündəlik 2 saat, 3 saat vaxt keçirəndə 5 dəqiqə ayırıb öz yaşını yazaraq bu yaşda hansı profilaktik müayinələrdən keçmək lazımdırsa, onu oxusun və əməl eləsin. Başqa heç bir şey lazım deyil. Çox təşəkkür edirəm hər birinizə. Çox minnətdaram. Doğrudan da əminəm ki, bugünkü verilişimiz olduqca faydalı oldu. Hər zaman qeyd edirik tamaşaçılarımız üçün və dönə-dönə, bezmədən, yorulmadan, təkrar-təkrar mən də qeyd etmək istəyirəm ki, həqiqətən sağlamlıq xəstə olduğumuzda yadımıza düşməməlidir. Daha öncə sağlam olduğumuz zaman sağlamlığımızı davam etdirmək üçün bunu etməliyik və əlbəttə ki, hər gün etdiyimiz seçimlər bizim gələcəyimizi, həyatımızı formalaşdırır. O vərdişlər, o seçimlər doğru şəkildə olmalıdır və gənclik illərində olmalıdır. Bizi izləyən gənclər varsa, əminəm ki, bugün çox xeyli məlumatlar öyrəndilər və buna görə qonaqlarıma ürəkdən təşəkkürümü bildirirəm və sizə də izlədiyinizə görə təşəkkür edirəm. Həftə hələ yeni başlayıb, sabah da yenə maraqlı, önəmli bir mövzu ilə qarşınızda olacaq. Bugünlük bizdən bu qədər. Sizinlə mən Ulduz Bayram. Görüşmək ümidi ilə. Sağ olun.